Söhbət gedir. Turan Zeynaloğlu uzun illərdir tanıyıram və öz sahəsində, şahmat sahəsində seçilən, fərqlənən gənclərimizdən biridir və qazana biləcəyi bütün növ titulları qazanıb və artıq təcrübəni bölüşməyin zamanıdır. Düzdür, müəyyən bir müddət bu işi həyata keçirirdi, amma bugündən artıq yeni bir ünvanda, yeni bir məkanda daha geniş kütləyə xitabən öz təcrübələrini bölüşəcək. Təbrik edirik Turan müəllim. Xeyirli olsun, uğurlu olsun, şərəfli olsun. Həm də bol qazanc gəlsin və inanıram ki, Naxçıvanda həmişə profesional şahmatçılar yetişib və buradan da ən yaxşı şahmatçılar yetişəcək. Təbrik edirəm, uğurlu olsun. Alqışlar gəlsin. Əziz qonaqlar, dəyərli şahmat sevərlər. Artıq bilirsiniz ki, mən uzun illərdir şahmatla məşğul olmam, artıq 30 ilə yaxın bir şey. Və çoxdan ki, arzum idi ki, öz adıma, soyadıma uyğun bir şahmat klubu açım. Bu ilə qismət oldu. Təşəkkür edirəm. Başda ailəmə, iş yoldaşlarıma, dostlarıma gəlib mənə yalnız buraxmadınız. Onu bilin ki, Zeynalov Şahmat klubu artıq bütün şahmat sevərlərin bir evi olacaq. İstədiyiniz zaman gəlib burada şahmatla məşğul ola bilərsiniz. Açılış elan edirəm. Təşəkkürlər minnətdarım. Turan müəllim, biz uzun müddət bir yerdə çalışmış, işləmişik. Mən bir aksaklar kimi istəyirəm Turan müəllimə bu xeyirli işində xeyir dua verim. Allah xeyirli, uğurlu eləsin. Turan müəllim ürəyində hansı arzular tutubsa bu məkan üçün Allah onlara çatdırsın və övladlarının da güclü şahmatçı olmağını arzu edir inşallah. Hamı bazı tarım çəkir.